Herkese salam. İlk önce göz hakkınızı halal edin. Ve keçid edək bu möhtəşəm, çox sevərək övladlarım və mən yediyimiz bu dadlı balığa. Mən necə hazırlayıram və övladlarım necə sevir sizə deyim və sizlər də qızlar elə hazırlayın, görəcəksiniz çox dadlı olur. Kartoşkanı püre halına gətirirsiniz və bu möhtəşəm balığın öz təmiz sveji yağını da ona əlavə edib qarışdırırsınız. Yeyə biləcəyiniz qədər də bu gözəl balığımızın filesindən də götürürsünüz, nuş edirsiniz. Çox dadlı olur. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.